Evinizdə bir qida məhsulu və yaxud da yemək aldığınız zaman onu diqqətlə nəzərdən keçirirsiniz ki, tərkibində zərərli və zəhərli maddələr olmasın, elə deyilmi? Bəs görəsən nə üçün zehnimizə qəbul etdiyimiz məlumatlara bu qədər diqqət göstərib həssaslıqla yanaşmırıq? İnsanın beyninə girən bir yalan xəbər, bir manipulyasiya onun bədəninə daxil etdiyi zərərli maddələrdən daha çox ziyan yetirir. Hətta mən deyərdim ki, onun zehnini zəhərləyir. Çünki yalan məlumat insana doğru düşünməyə imkan vermir və sən haqqı batildən ayıra bilmirsən. Qurani-Kərim xəbərdarlıq edir. Əgər fasiq bir şəxs sizə bir xəbər gətirərsə, onu dərhal qəbul etməyin, araşdırın. Çünki fasiqin məqsədi səni həqiqəti çatdırmaq deyil, o səni aldatmaq, yanlış səmtə yönəldib səni zəif düşürmək istəyir. Yalan məlumat yayanlar istər sosial platformada olsun, istərsə də TV kanallarında insanların zehnini zəhərləməklə məşğuldurlar. Kərbəla hadisəsində də belə oldu. Çoxları İmam Hüseyn əleyhissalamı tanıyırdı, lakin yalan təbliğat onların gözünü bağlamışdı. Bugün də eyni oyun davam edir. Manipulyatorlar həqiqətləri insanlardan gizlədirlər. Batili haqq kimi, yalanı doğru kimi insanlara təqdim edir. Ona görə də zəhərlənməmək üçün qidaları seçdiyiniz kimi, beyninizi də sağlam saxlamaq üçün hər eşitdiyinizə inanmayın. Onu araşdırın və sonra qəbul edin.